Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə ümumi sınavımızın izahını verəcəyim. MİQ və sertifikasiya ibtidai imtahanı hazırlaşırsınızsa, siz də mütləq hər həftə keçirdiyimiz bu ödənişsiz sınavlardan faydalanın. Əgər bizim ödənişsiz WhatsApp kanalımızda qoşulmamısınızsa, 055 527 2599 WhatsApp nömrəsindən yaza bilərsiniz. Başladıq. Birinci sualımız mərtəbə sinifi ilə bağlıdır. Baxın, bizə belə bir ədəd verilir və bunu mərtəbə toplananları şəklində deyək, açılışını veriblər. Biz indi bu açılışın deməli, əvvəlcə A-nı, B-ni təyin edəcəyik, sonra gətirib burada yerinə qoyacağıq və sualın cavabını tapmış olacağıq. İndi burada verilənlərə əsasən diqqətlə baxsaz görərsiniz ki, biz A-nın, B-nin nə olduğunu bilmirik. A-nın, B-nin nə olduğunu bilmək üçün baxın, sadə bir qayda var. Fikir verin, bu 7. Və bu 7 hansı mərtəbədə dayanıb? Təkli, onlu, yüzlü, minlik, 10 minlik. Ona görə 7-ni 10 minə vurublar. 8 hansı mərtəbədə dayanıb? Minlik mərtəbəsində dayanıb. 8-i 1000-ə vurublar. Deməli, hər bir ədədi öz dayandığı mərtəbəyə, mərtəbə vahidinə vurublar. İndi fikir verin. Baxın, burada 7-ni 100-ə vurublar. 5-i də 10-a vurublar. Deməli, bu o deməkdir ki, 7 yüzlük mərtəbə vahidindədir. Yəni, A-nın yerindədir. Yüzlüyümüz axı A-dır burada. Ona görə A-nın yerinə 7 yazıram. Onluq da 5 olduğuna görə onu 5-ə vurublar. B-nin yerində də nə olacaq? 5 olacaq. Baxın, 3 də təkli idi deyə təkliyi də sadəcə özün yazıblar. 3 vur 1 şəklində də yaza bilərdilər. Yəni, bunları toplamların yerini dəyişəndə bilirsiniz də, cəm dəyişmir. Ona görə 3-ü qabaqda, arxada yazmağın bir önəmi yoxdur. Uzun sözün qısası A və B-nin neçə olduğunu tapmaq üçün B onluqda olduğuna görə 10-a vurulan ədəd B-ni göstərir. Ona hansı ədədi vurublar? 5-i vurublar. Yüzlükdə olan ədəd A olduğuna görə 100-ə vurulan ədəd də 7-ni, yəni A-nı göstərir. Deməli, A-mız 7, B-miz 5 oldu. Gətirib yerinə qoyuram. 7, 4, 5, 3 və 2. Ədədinin yüzlüklərinin sayı ilə. Baxın, yüzlüyün sayı deyəndə 100-də neçə sıfır varsa o qədər ədədi silirik. Yüzlüklərinin sayı 745-dir. Onluqların sayının fərqini tapın. Onluq sayını tapanda da onluqda neçə sıfır var? Bir dənə sıfır var. Sağdan bir ədəd siləcəm. 7453 də onluqlarının sayıdır. Bunların fərqini istəyir. Çıxacam bir-birindən. 13-dən 5 çıxanda 8. Burada qalır 4. 4-dən 4 çıxanda 0. 14-dən 7 çıxanda 7 və 6. 6708 bizim sualımızın cavabıdır. A variantı bizim doğru cavabımızdır. Yəni, mərtəbə toplananlarıdır. Bu şəkildə yazmaqdır. FES-in kitabında da bu sual tiplərindən görə bilərsiniz. Təbii ki, kitab əldə etmək üçün kitab mağazalarına yaxınlaşmağınız kifayətdir. FES-in ibtidai riyaziyyat test toplusu deyə bilərsiniz. Yoxdursa da sizin üçün ümumi satış məntəqəsindən ora gətirəcəklər. Növbəti sualımıza baxaq. Növbəti sualımız 2025-ci ilin imtahan sual tiplərindən biridir. Diqqətli olaq ki, səhvə yol verməyək. Verilmiş cədvələ əsasən doğru cavabı seçin. Doğru cavab odur ki, yəni uyğun olan variantı seçməlidir. Doğru cavab nədir? Yəni doğruların altında mütləq doğrular yazılmalıdır. Yanlışların altında yanlışlar yazılmalıdır. İndi görək yazılıbmı? 231 ədədində onluqların sayı 2-dir. Onluq sayını tapmaq üçün onda neçə sıfır varsa sağdan o qədər ədəd silirik. Onluq sayı gəlin buranı böyüdək. 231 ədədində onluq sayını tapmaq üçün onda bir dənə sıfır var deyə sağdan bir ədəd silirəm. Yəni 231 ədədində 23 dənə onluq var. Bu səhvdir. Biz doğrunu axtarırıq, bu səhvdir. Yəni bunu götürməyəcəm. Buna bir çıx. 4008 ədədində minliklər mərtəbəsində 4 rəqəm dayanıb. Təkli onluq yüzlük minlik mərtəbəsində 4 rəqəm dayanıb. Doğrudur. Bu mənim cavablarımdan biridir. Çünki mən doğruların altına baxıramsa, doğrunu götürməliyəm. 550 ədədində 5 rəqəminin mərtəbə qiyməti 11-dir. 5 rəqəminin mərtəbə qiyməti 11 deyil. Yəni 5 rəqəminin mərtəbə qiymətlərinin cəmi desəydi, biz ona 550 deyərdik. Yəni elə də belə də qiymət deyirsə, 5-in özünü saxlamalıydılar. Yəni amma bu yazıb mərtəbə qiyməti 11-dir, səhvdir. İndi gəldik bu tərəfə. Burada isə yanlışları seçirik. Yəni səhv olanları seçirik. Rəqəmlər cəmi 7 olan 4 ədəd 3 rəqəmli ədəd var. Baxın, təkli, onluq, yüzlük 3 rəqəmli ədədin. Rəqəm cəmi 7 olan 4-dən çoxdursa, deməli bu səhv cümlədir də. Məsələn, 1, 0, 6, 1, 6, 0, 2, 0, 5, 2, 5, 0. Yəni cəmi 7 olan versiyalar yazılır. Nə bilim 3, 0, 4, 3, 4, 0. O qədər yazmaq olar ki, yəni bu
4-dən çoxdur da, say 4-dən çoxdur. 4 dənə də anlayışı səhvdir. Yəni rəqəm cəmi 7 olan 4 ədəd var cümləsi səhvdir. 4-dən çoxdur. Və mən də burada səhvi, yanlışı axtardığıma görə bu da mənim axtardığım variantlardan biridir. Çünki bu tərəfdə artıq yanlışları axtarıram. Və burada doğruları axtarırdım. Bir dənə doğru oldu. Burada isə yanlışları axtarıram. 4-cü yanlışdır. Görək 5-ci də yanlışdırsa. Ədədin onluqlar mərtəbəsindəki rəqəmi 3 vahid artırdıqda ədəd 30 vahid azalır. Səhvdir. Ədədin onluq mərtəbəsindəki ədədi 3 vahid artıranda ədəd 30 vahid artır. Bunu artıranda bu da artır. Bu səhvdir. Və mən də səhvi axtardığıma görə bu tərəfdə bunu da variantımda tapacağam. Yəni 1, 2, 4, 5 bizim variantımızda olmalıdır. Burada 2 yoxdur. Burada 2, 4, 5 yoxdur. Burada 4 yoxdur. Burada 2 yoxdur. Cavab E olacaq. Yenə təsdiqləyək. 400.078 ədədinin oxunuşu 40.078'dir. Səhvdir. Oxunuş 40.078 deyil, 400.078'dir. Biz də burada səhvi axtardığımıza görə 6-cı bizim cavabımızdır. Yəni E variantı doğru cavabdır. 23. 23-cü sual yəqin ki yadınıza gəlir. 2023-cü ilin imtahan suallarındandır. Yəni onun tipindədir. Planşetin qiyməti kompüterin qiymətini göstərən ədədin yüzlüklər mərtəbəsindəki rəqəmin mərtəbə qiymətindən 3 dəfə çoxdur. Kompüterin qiyməti 4550 manatdırsa, 4550 manat. 4550 manatdırsa. Aha. İndi bax qorxma, ürəkli ol. Deyir ki, planşetin qiyməti, kompüterin qiymətini göstərən ədədin yüzlüklər mərtəbəsindəki rəqəmin. Təkli onluq yüzlüklər mərtəbəsindəki rəqəm 5-dir. Düzdürmü? Bu rəqəmin mərtəbə qiymətindən 5-in mərtəbə qiyməti nə qədərdir? 500-dür. 500-dən 3 dəfə çoxdur. 500-ü 3-ə vururam, 3 dəfə çoxdur. Neçə oldu? 1500 oldu. Əla. Kompüterin qiyməti bildim. Planşetin qiymətini də bildim 1500. İndi deyir ki, planşetin qiymətinin 8-də 2-sini tap. Yəni 1500-ün 8-də 2 hissəsini soruşur. 1500-ü böləcəm 8-ə, vuracam 2-yə. Qutardı getdi. 375. Doğru cavabımız B variantı 375'e bərabərdir. 24-cü sualımıza baxaq. Bu sual 2023-cü ilin sertifikasiya imtahanında olmuş sual tiplərindəndir. Əvvəlcə ədədin təklik sayını, onluq sayını və yüzlük sayını yazırıq. Baxın, ədədin təklik sayı var, onluq sayı var və yüzlük sayı var. Təklik sayı ədədin özüdür. 46600 AB. Onluq sayı onda 1 0 olduğuna görə sağdan bir ədəd silirəm. 4, 6, 6 və bu da oldu onluq sayı. Yüzlük sayı isə sağdan 2 dənə ədədi siləcəm. Yüzdə 2 0 var deyə. Olacaq 466. İndi gəlin bunlar arasındakı fərqə baxaq. Şərtdə bunlar arasındakı fərqi bizə verir. Nədir fərq? Deyir ki, onluq sayı yüzlük sayından bu qədər çoxdur. Deməli, onluq sayı ilə yüzlük sayı arasında 4202 vahid fərq var. Sonra deyir, təklik sayıda onluq sayından nə qədər çoxdur? 42021 vahid çoxdur. Aşağıdan yuxarıya doğru toplaya gedəcəyik. Bilirəm, bəziləriniz götürüb birbaşa bunu və bunu, yəni bu üçlüyü toplayıb cavabı almışsınız, amma o üsul riyazi olaraq, yəni bəzən suallarda işə yaramır. Əgər toplayanda bir vahid qalırsa, bir yadda qalırsa, o üsul hər zaman işə yaramır. Ona görə hər zaman işə yarayan üsulu əvvəl deyirəm, sonra o üsul haqqında deyərəm. Deməli, neynədik? Təklik onluq yüzlük sayını yazdıq. Və aşağıdan yuxarıya doğru toplaya gedirəm. 466 üstə gəlinsin. 4202 bərabərdir. 8, 6, 6, 4. 4668. Bax, bu onluq sayını verdi bizə. Yəni, bu 4668 imiş. Yəni, A-mız neçə imiş? 8 imiş. İndi eyni şeyi burada tətbiq edirəm. 4668 üstə gəl. Aradakı fərq, yəni 42021 bərabərdir. 9, 8, 6, 6, 4. 46689. 46689. Deməli, bu da bizim birinci ədədimizdir. A-mız 8, B-miz 9 imiş. A və B-nin cəmini istəyir. 8 üstəgəl 9, C variantı 17 edir. Burada bir, belə deyək, qeyri-riyazi bir yol var. Qeyri-riyazi yol nədir? Gördüyünüz bütün ədədləri toplayırsınız.
Gördüyüm bütün ədədlərində bax 466 üstə gəl 4202 üstə gəl 42021. Topladım. Elədi 46689. Elədimi? Elədi. Bu zaman biz aldığımız ədəd ilk olan ədədi verir bizə. Yəni 95% suallarda bu üsul işə yarayır. 5% sual ola bilər ki, orada bu üsulu tətbiq edəsiniz, düz cavab almaya bilərsiniz 5% suallarda. İndi hardan bilək müəllim o ona aid, o 95%-ə aid yoxsa 5%-ə? Mənim məsləhətim bu aşağıdakı yoldur. Bu bütün suallarda 100% işə yarayır hamısında. Bu dediyim biraz belə deyə də kələk yolu isə heç yoxdan yaza bilməyəndə axı bu yolu tətbiq eləyin. Alınırsa, aldığınız bu ədəd 46689 ilkin ədədi verir bizə. Yəni A 8 imiş, B 9 imiş, yenə cəmi 17-ni verir. Amma bu yuxarıdakı üsulu məsləhət bilmirəm. Əsl yolu aşağıdakıdır. 25 x ədədi y-dən 7 dəfə böyükdür. Baxın, x y-dən 7 dəfə böyükdür. X y 7 dəfə çoxdur. Yadında saxla. Bu qaydanı indiyə qədər düzdür sən öyrənmiş olmalıydın. Hələ də gec deyildi öyrənmək üçün. Əgər x çoxdursa, deməli y azdır. Deməli y zəifdir. Biz də bərabərlik yaratmaq üçün zəif olanı 7-yə vururuq. Yəni bir varlı adam var, bir də kasıb adam var. Sən də istəyirsən ki, dünya bərabər olsun. Bu zaman kasıba pul verərsən, yoxsa varlıya məntiqlə düşün. Əlbəttə kasıba. Burada da elə də bərabərliyi yaratmaq istəyirsənsə, zəif olanı 7 dəfə dediyinə görə 7-yə vur. Mən də vurdum. Deməli x 7 vur y olmalıdır. Burada 7 üstəgəl y var, səhvdir. Sonra burada 7 üstəgəl y var, səhvdir. Burada üstəgəl var, səhvdir. Cavabım ya B variantıdır, ya da D variantı. Çünki 7 vur y, 7 vur y B ilə D-dir. İndi 5 vahid deyir. Vahid nə deməkdir? Toplama çıxma deməkdir. Yəni heç vaxt bölmə ola bilməz ki, vahid ola bilməz. Ona görə B variantı da səhvdir. Cavab oldu D variantı. Baxın, x ədədi z-dən 5 vahid kiçikdir. İndi sən x balacadır deyə ya x-i 5-ə vurmalısan. Əgər vurmayıblarsa, sən z-dən 5 çıxmalısan. Bunun dərsi ayrıca keçirilibsə, müqayisə məsələləri açıb baxa bilərsiniz. FES-in kitabında da buna aid izah vermişik. Bu 2022-dir ya 23-cü ilin model sualıdır ARTİ-nin. Yəni bu sualı ona görə izah edirəm ki, məlumatınız olsun. X bərabərdir, z çıxılsın 7. Burada x balacadır, z böyüdür. Ya balacaya kömək elə artır, ya böyüyü azalt. Yəni ya kasıba pul ver, ya da varlıdan pul götür. İkisindən birini seç ki, ikisi bir-birinə nə olsun? Bərabər olmuş. Olsun. 26. 2024-ün qəbul suallarındandır. Təyyarə Ankara vaxtı ilə saat 8:40-da Ankaradan yola düşdüm. Deməli, Ankara vaxtı ilə 8:40-da yola düşür. 2 saat 15 dəqiqə sonra Bakıya eniş edir. 2 saat 15 dəqiqə sonra. Saat oldu 10:55. Amma Ankara vaxtı ilə 10:55. Bakıda 1 saat 50 dəqiqə olur. Üstəgəl 1 saat 50 dəqiqə Bakıda olur. 5, 0 yazdım. 1 yadda 105, bu da 11 saat. 11 saat 105 dəqiqə. 105 dəqiqənin içərisindən 60 dəqiqəni çıxaram. 60 dəqiqə 1 saatda axı. Burada olur 12 saat 45 dəqiqə. 105-dən 60-ı götürdüm 45. İndi qaldıqdan sonra havaya qalxdı və 2 saat 40 dəqiqə sonra Moskvaya eniş edir. 12:45-də 1 saat 50 dəqiqədən sonra havaya qalxır və 12:45-dən 2 saat 40 dəqiqə sonra Moskvaya eniş edir. Üstəgəl 2 saat 40 dəqiqə. 85, 14, 85. 85 dəqiqə 1 saat 25 dəqiqə olduğuna görə olur 15, 25. Əla. Təyyarə Moskva saati ilə neçə vaxtda eniş etdi? Saat neçədə eniş etdi? Baxın, biz nəyi bildik? Bildik ki, Ankara vaxtı ilə 15:25-də eniş edib. Ankara vaxtı ilə. Mənə nə lazımdır? Moskva vaxtı ilə lazımdır. Bax, təyyarə Moskva saatı ilə neçə vaxtda eniş etdi? Yəni saat neçədə eniş etdi? Biz burada 15:25 Ankaranında. Gəlin görək Moskva ilə Ankara arasında nə qədər fərq var? Bax, Ankarada 12 olanda Moskvada 13 olur. Deməli hər zaman Moskva 1 saat artıqdır, çoxdur. 1 saat çox göstərir. Ankara 12-dirsə Moskva 13-dür. Ankara 15:25 isə Moskva 16:25-dir. Yəni hər zaman 1 saat artıq göstərəcək. Ona görə cavabımız olur A variantı.
16 25-ə bərabər. Baxırıq 27-ci suala. Sahil işə 40 dəqiqəyə gedir. Saat 9:00-da evdən çıxan Sahil yolun 8-də 3 hissəsini getdikdən sonra evə qayıdıb çantasını götürür. Baxın, bu sualı həll etmək üçün yolumuzun 8 hissədən ibarət olduğunu başa düşməliyik. Yolumuz 8 hissədən ibarətdir. 1, 2, 3, 4, 5, 6, 7 və 8. 8 hissəli bir yolumuz var. Əla. Yolumuzu çəkdik. İndi bu adam 40 dəqiqəyə gedir. Bax, saat 9-da evdən çıxıb, 9:00-da evdən çıxıb. 40 dəqiqə gedir yolu bütövlükdə. Yəni bu 8 hissəli yolu 40 dəqiqəyə gedə bilir. Aha, bunu bildik. Deyir ki, Sahil yolun 8-də 3 hissəsini gedəndən sonra, bu adam yolun 8-də 3-ünü gedəndən sonra, yəni 40 dəqiqəlik yolun 8-də 3-ü nə qədər eləyir? 40-ı 8-ə bölərəm, eləyər 5 dəqiqə, 5-i 3-ə vuraram 15 dəqiqə. Yəni bunun bu gəldiyi yol 15 dəqiqəymiş. İstəyirsiniz bunu tək-tək 5 dəqiqə, 5 dəqiqə, 5 dəqiqə belə götürün. Eyni şeydir də. 3 yol 15-dirsə, 1 yol 5 dəqiqədir. Ya da birbaşa 40 dəqiqəlik yolun 8-də 3-ün gedir 15 dəqiqəyə. Əla, yazdım bura 15 dəqiqə. Sonra yadına düşür ki, çantası evdə qalıb. Həmin bu 3 dənə 5 dəqiqə olan 15 dəqiqəni geri qayıdır. Yəni gəldiyi yolu geri qayıdır. Evdən çıxmışdı. 15 dəqiqə gəldi, dayanacağa çatdı. Yadına düşdü ki, çantası evdə qalıb. Təzədən 15 dəqiqəni geri qayıtdı. Qayıtdımı? Qayıtdı. Evdə çantasını axtarır. Bax, burada da eşələnir evdə. Çantasını axtarır. 10 dəqiqə çantaya vaxt getdi. Çantanı tapır və sonra yenidən evdən çıxır və işə gedib çatır. Evdən çıxır və işə gedib çatır. Bilirsiniz də, evdən işə qədər məsafə 40 dəqiqə vaxtını aparır. Bərabərdir. 15, 15, 30, 10, 40, bu da 80 dəqiqə. Deməli, 80 dəqiqə bilirsə 1 saat 20 dəqiqə deməkdir. Yəni 9:00-da yola çıxan adam 1 saat 20 dəqiqədən sonra 10:20-də işə çatır. Sahil işə çatdıqdan 10 dəqiqə əvvəl saat neçə idi? 10:20-də evə çatıbsa, işə çatıbsa 10 dəqiqə əvvəl saat 10:10 idi. Yəni Sahil işə 10:20-də çatır. 10 dəqiqə əvvəl isə 10:10 idi. Yəni C variantı bizim cavabdır. 28 9x + 15 böyüdür 60 bərabərsini ödəyən ən kiçik natural ədədi tapın. Bu sualı yazmaq üçün 9x böyüdür 60 çıxılsın 15 yazırıq. 9x böyüdür 60-dan 15 çıxanda 60 çıxılsın 15 edir 45. X də böyüdür 45-i bölürəm 9-a. Neçə ədədir? 5 ədədir. X-in ən kiçik natural qiyməti 6-dır. Yəni 5-dən böyük olan ən kiçik ədəd hansıdır? C variantı 6-ya bərabərdir. Bir daha xatırladaq, əgər bizim dərs qruplarımıza qoşulmaq istəyirsinizsə 055 527 25 99 WhatsApp nömrəsinə yazmağınızı unutmayın, yazmağı unutmayın. Getdik. 25,4 kiçikdir 7x üstəgəl 4 kiçikdir 120-ni 2-yə bölürəm birbaşa 60 yazıram. Vaxtımız getməsin. Qayda belədir. X-in yanındakı ifadələri tərsinə təkrarlayırıq. Yəni üstəgəl 4 varsa çıx 4, çıx 4 və çıx 4 edirik. 25,4-dən 4 çıxanda 21,4 kiçikdir 7x, kiçikdir 60-dan 4 çıxanda 56. Əla. İndi vur 7-nin tərsi böl 7, böl 7 və böl 7-dir. Nə görürsə tərsindən təkrarlayırıq. 21,4-ü bölürəm 7-yə. 3 qalıq qalır. 3 tam nə qədərsə qalıqlı bir şeydir. Mən də 3 qalıq yazdım. Kiçikdir. 7x-i 7-yə bölürəm x, kiçikdir 56-nı 7-yə bölürəm 8. X-in ala biləcəyi ən böyük və ən kiçik natural ədədin cəmi. Baxın, buna xəttkeş üsul deyək, nə bilim, ədəd oxu çəkmək deyək, nə istəyirsiniz deyin. Bütün hallarda bu yolla cavabı düz olacaqsınız. 3 qalıq deyəndə 3-dən 4 arasında bir nöqtədir. Bir də 8-dən kiçikdir. Yəni bu nöqtədən gəlir, 8-ə çatmamış geri qayıdır. Yəni 8-dən kiçik bir yerdədir də. Yəni x-in ala biləcəyi ən kiçik ədəd 4-dür. Ən böyük ədəd 7-dir. Yəni bu düzbucağının içərisində qalan hissə bizim cavabımızdır. 4 və 7. Bunların da cəmi edir 11. Baxın əzizlərim, bəziləriniz girib birbaşa sınağı işləmək istəyirsiniz. Dərs izahına falan baxmadan, qayda öyrənmədən və yaza bilmirsiniz. Sonra deyirsiniz ki, müəllim çətindir. Get bunların hamısının qaydasına bax. Biz dərs izahlarında bunların hər birinin qaydasını sizə nöqtə-nöqtə vermişik. Sadəcə baxıb öyrənmək lazımdır. 30. A-nın ala biləcəyi natural qiymətlərin sayını tapın. Gəlin tapaq. 12-də 4 kiçikdir 45-də 15A
kiçikdir 60-da 54. Baxın, bunu ortaq məxrəcə gətirib, ortaq məxrəcə vurub, məxrəcdən azad edə bilərsiniz. Amma alınırsa, biraz bu ədədləri kiçildin. Yəni, daha balaca ədədlərlə işləyin. Yəni, buna bir ixtisar deyirik. Məsələn, bax, 4 ilə 12 eyni bir ədədə bölünürmü? Bölünür. Hər ikisi müəllim 3-ə bölünür. Hər ikisi 4-ə bölünür. 4-ü 4-ə böl 1, 12-ni 4-ə böl 3. Mən nə etdim? Öz aralarında, bax, o birislərə baxmadan, öz aralarında surət və məxrəci eyni bir ədədə bölüb kiçiltdim. 3-də 1. Yəni, bu əslində 3-də 1 deməkdir. Sadəcə şişib elə görsəniz gözümüzə ki, 12-də 4-dür. Kiçikdir. Bax, bunu da yuxarını, aşağını 15-ə bölərəm. Burada qalar A, burada qalar 3. Yəni, 3-də 1 A. Kiçikdir. Burada da nəyisə bölə bilirəmsə bölərəm. Məsələn, 6-ya bölsəm 9, 6-ya bölsəm 10. Bu da eləyir 10-da 9. Bu ixtisardır, bu başqa bir şeydir. Yəni, bu sizin məxrəcdən azad etmə üsulunuz deyil hələ ki. İxtisar elədim ki, ədədlər kiçik olsun. İşim rahat olsun. İndi 3, 3 və 10-a ortaq bir ədəd seçirəm, ortaq məxrəc. 30. Hər bir həddə 30-a vurub məxrəcdən azad edirəm. Gəlin eləyək. 30-u 3-ə böldüm, elə də 10. Yazdım bura 10. Onu da 1'e vurdum 10. Kiçikdir. 30'u 3'e böldüm 10. Onu 1 aya vurdum 10'a. Kiçikdir. 30'u 10'a böldüm 3. 3'ü 9'a 27. Vur onun tersinədir. Böl 10. Böl 10 ve böl 10. 10'u 10'a böldüm 1. Kiçikdir. 10 a'nı a'ya 10 a'nı 10'a böldüm a. Kiçikdir. 27'ni 10'a böldüm 2 ve qalıq qaldı. 2 ve qalıq. İndi ədəd oxu çəkirəm. 1, 2, 3. Birdən böyük 2 qalıqdan kiçik. Bax, 2 qalıq buradır. Birdən böyük 2 qalıqdan kiçik. Yəni A-nın ala biləcək qiyməti sadəcə 2-dir. Burada A-nın ala biləcək qiymətin özü 2-dir. Məndən də özün soruşmur. Qaza gələn müdavim sayını soruşur. A-nın ala biləcək qiymətlərin sayı A variantı. Bir dənə qiymət ala bilər. A bizim cavabımızdır. Baxırıq növbəti sualımıza, tənlik mövzusuna bağlı olan sualımızdır. Biz bu tipli tənliyi həll edərkən əvvəlcə deyirdik ki, 5-in üzərinə nə gəliblər ki, 8 edib. Gəlin elə tənliyimizi köçürək və yendirəm bu sualların hamısını sizlər üçün canlı dərslərdə, video dərslərdə nöqtəsinə qədər hər şeyi izah etmişik və bu sınağı yaza bilmək üçün siz sadəcə dərs izahlarına, canlı dərslərə və video izahlara vaxtında baxmalı idiniz. Baxmısınızsa, bu tiplərdən Fesin kitabında da sizlərlə dəfələrlə işləmişik. 5-in üstə nə gəlsək 8 eləyər, neçə gəlsək 8 eləyər. 8-dən 5-ə çıxırıq 3. Yəni, bu altından xətt çəkdiyim hissə 3-ə bərabərdir. Əla. 60-ı nəyə bölsək 3 eləyər? Nəyə bölsək? 20-yə bölsək. Deməli, 60-ı 20-yə bölsək, nə eləyər? 3 edər. Mən də buraya yazdım. 20. Əla. Bir mötərizə sağdan siləcəm. Bir mötərizədə soldan siləcəm. Nəyin üzərinə 2 gəlsə 20 eləyər? 20-dən 2-ni çıxıram. 20-dən 2-ni çıxanda neçə eləyəcək? Eləyəcək 18. 20-dən çıxdım 2-ni, bərabərdir 18. Bir mötərizə sağdan, birini soldan sildim. 40-dan nəyi çıxsam 18 eləyər? Nə çıxanda 18 eləyir? 22 çıxanda. 22-nin üstə 18 deyəndə baxın, 40 edirsə, gələ bilmədim heç. Aha. Deməli, ona görə biz 40-dan nəyi çıxsaq 18 eləyər? 22-ni. Deməli, altından xətt çəkdiyim hissə 22-nin özünə bərabər. Yazdım bura 22. Və nəyi 2-yə vursam 22 eləyər? Təbii ki, burada mötərizəni vurub aça da bilərsiniz. O üsulda doğrudur. Biz sistemi pozmuruq. 22-ni 2-yə bölürük. 3x üstə gəl 5, 11. 3x bərabər 11-dən 5 çıxıram 6. X bərabər 2. Hansı variant 2-ni təmsil edir, 2-ni göstərir? Ən böyük bir rəqəmli ədədlə hasili 27-yə bərabərdir. 2-nin ən böyük bir rəqəmli ədəd 9 ilə hasili 18 edir. 27 eləmir. Bu səhvdir. Ən kiçik natural ədədin 3 mislindən 3 vahid çoxdur. Ən kiçik natural ədəd 1-dir. Bunun 3 misli edir 3. 3 vahid çoxdur. Səhvdir. 3 vahid çox deyil. Çünki bu 2-dir bizimki. Bu da 3-dür. Yəni 1 vahid çoxdur da 3 vahid çoxdur sözü səhvdir. Ən böyük 2 rəqəmli ədədlə cəmi 105-dir. Ən böyük 2 rəqəmli ədəd 99-dur. 2 ilə 99-un cəmi 101 edir, 105 etmir. Bu da səhvdir, bunda 7. Ən böyük 2 rəqəmli ədədlə fərqi 97-yə bərabər. Ən böyük 2 rəqəmli ədəd 99-dur. 2 ilə fərqi 97-dir. Həqiqətən də D variantı bizim doğru cavabımızdır. Növbəti sual yenə bir tənlik sualdır. Təbii ki, bu suala heç vaxt itirməyə dəyməz.
Nəyi 3-ə vursalar 60 eləyər? 60-ı 3-ə böləcəyik. Edəcək neçə? 20. Nəyin üzərinə 6 gəlsələr 20 edər. 20-dən 6-nı çıxacam 14. Nədən 2 çıxsam 14 eləyər? 14-ün üstə 2 gələcəm 16. Nəyin üzərinə 4 gəlsəm 16 eləyər? 16-dan 4 çıxacam 12. Nəyi 4-ə vursam 12 eləyər? 12-ni 4-ə böləcəm 3. Yəni x-in qiyməti B variantı 3-ə bərabərdir. Gəldik 33-cü sualımıza. 5də 1 kilometr yolu 20 saniyə gedən bir maşın. Baxın, biz bu sualları həll edərkən sizlə tənasüb qurmağı öyrənmişik. Əgər hələ də öyrənməmişsə, mütləq şəkildə açın dərs sahlarına baxın. Nə yazırdıq? Yazırdıq ki, 5də 1 kilometr yolu əgər 20 saniyəyə gedirsə, bəs 4də 1 dəqiqəyə nə qədər yol gedər? Cavabı metrlə istəyir. Cavabı metrlə istədiyinə görə mən məcburam 5də 1 kilometrdə metrə çevirim. Bilməlisiniz ki, 1 metrimiz, daha doğrusu 1 kilometrimiz 1000 metrdir. Minin, yəni 1 kilometrin, yəni 1000 metrin 5də 1-ini tapıram. Minin 5də 1-i nə qədərdir? 200 metr etmiş olur. Deməli 5də 1 kilometr, yəni minin 5də 1-i nəyə bərabərdir? 200 metrə bərabərdir. Əla, bu oldu 200 metr. Bəs burası saniyədirsə, ay müəllim, burada saniyə olmalı deyilmi? Bəli, 60, yəni 1 dəqiqəmiz 60 saniyə olduğuna görə 60-ın 4də 1-ini tapıram. 60-ı 4-ə böləndə 15, burada elədi 15 saniyə. Gətirdim, bunu da yerinə yazdım ki, 15 saniyə. Qutardı 7. Çarpaz vururam, x-in qiymətini tapıram. 20 vur x bərabərdir. 200 vur olsun 15. X də bərabərdir. 200-ü 15-ə vurub 20-yə böləcəm. Bərabərdir 150 metr. Eyni bu sualdan FES-in kitabında da nümunə sual kimi görə bilərsiniz. Getdik 34-cü sualımıza. Elvin evdən 8:00-da çıxır, 6 km sürətlə hərəkətə başlayır. Yazdım bura 8:00 6 sürətlə hərəkətə başlayır və 10:00-da getdiyi məntəqəyə çatır. Neçə saat yolda olub? 2 saat yolda olub. 8-dən 10-a 2 saat. 2 saata nə qədər yol gedib? 6-nı 2-yə vurdum. 12 kilometr yol gedib. Gələndə sürətini, yəni 6-nı 2 dəfə azaldıb. 6-nı 2 dəfə azaldıram, nə olur? 3 olur. Və həmin yolu qayıdır. 12 kilometr yolu 3 sürəti ilə qayıdırsa, gedilən yolu sürətə böldüm. Neçə saata qayıdacaq? 4 saata qayıdacaq. Elvin geri neçə saata qayıtdı? C variantı 4 saata qayıtdı. Baxırıq 35-ci sualımıza. Bakı ilə Qəbələ arasındakı məsafə 150 kilometrdir. Saat 9:00-da sürəti 30 olan motosikletçi Qəbələyə doğru yola düşdü. Deməli, Bakı ilə Qəbələ arasındakı bir məsafə var. Nə qədərdir? 150 kilometrdir. Saat 9-da sürəti 30 olan motosikletçi yola düşür Qəbələyə doğru və saat 11-də Qəbələdən Bakıya doğru başqa bir velosipedçi ona qarşı yola çıxır. Deməli, birinci velosipedçi, yəni sürəti 30 olan velosipedçi saat 9-dan 11-ə qədər, yəni 2 saat ərzində tək yol gedir. Buna qarşı heç kəs gəlmir. Bu 2 saat ərzində nə qədər yol gedir? 30-u 2-yə vururam, 60 kilometr yolu tək gedir. 60 kilometr. Əla. 150 kilometr yolun 60 kilometrini bu gedirsə, 150-dən 60-ı çıxıram. Yerdə nə qədər qalır? 90 kilometr qalır. Bax, qaldı yerdə 90 kilometr yol. Birinin sürəti neçə idi? Bax, buradan gələn sürəti 30 idi və saat oldu 11. Çünki 11-ə qədər tək gəlib də. 11 tamamda buna qarşı sürəti 15 olan digər maşın yola düşür. İndi sən də bilirsən ki, qarşı-qarşı hərəkətdə birinin sürəti 30-dur, birinin sürəti 15-dir. Arada da 90 varsa, V1 üstə gəl V2 vur T bərabərdir 90. Yəni S düsturundan istifadə edə bilərsən. Yəni 30 ilə 15-i toplayacaqsan, vuracaqsan zamana bərabərdir 90. Çünki artıq aradakı yol 90-dır. Bu da 45 vur T bərabərdir 90. T oldu 45-i 90-ı 45-ə böləndə 2 saat. Yəni 11:00-dan 2 saat sonra 13:00-da onlar görüşərlər. Doğru cavabımız olur B variantı 13:00-a bərabər. 36. Eyni zamanda iki məntəqədən qarşı-qarşıya iki qatar yola düşdü. Qatarlardan birinin sürəti 150, digərinin sürəti 180-dir.
3 saat 42 dəqiqədən sonra bu qatarlar görüşsələr, məntəqələr arasında məsafə nə qədərdir? Baxın, qarşı-qarşıya hərəkət olduğuna görə biz sürətləri, yəni 150 və 180-i toplayırıq. 150 ilə 180-mizi toplayanda edir 330 km/saat. Deməli, bunlar bir-birinə 330 km/saat sürətlə yaxınlaşırlar. Yəni, biz bunu tənasüb qaydasına edirdik. Necə edirdik? Deyirdik ki, 1 saata əgər 330 kilometr yol gedilirsə, bəs görəsən 3 saat 42 dəqiqəyə nə qədər yol gedilər? 1 saatımız 60 dəqiqədir. Yazdım bura, 60 dəqiqəyə 330 gedirsə, 3 saat 42 dəqiqə, 3 vurulsun 60, elədi 180, üstə gəl 42. 222 dəqiqə. Bəs görəsən 222 dəqiqəyə nə qədər yol gedər? Çarpaz bir-birinə vururam. 60 vur x bərabərdir 330 vurulsun 222. X də bərabərdir 330-u vurdum 222-yə. Alınan cavabı böldüm 60-a. Neçələdir? 1221 etmiş oldu. Yəni doğru cavabımız C variantına bərabərdir. Kimlərsə deyirsə ki, müəllim, mən düsturla eləmək istəyirəm. Bəli, V1 üstə gəl V2 vur, T yazacaqsan. T-ni ya dəqiqəyə çevirib, sonra axırda 60-a bölməlisən. Yox, əgər bunu kəsr formasında yazmaq istəyirsənsə, 3,60-da 42 formasında yazıb, ixtisar aparıb vurub, axırına çıxa bilərsən. Amma bu üsulda hər hansı bir kəsrə ehtiyacın olmur. Birbaşa cavabı tapa bilirsən. Getdik. 37. Aralarındakı məsafə 30 km olan iki məntəqədən əks istiqamətə A və B qatarı yola düşdü. Deməli, əvvəldən aralarında bir məsafə var. Nə qədərdir? 30. A və B qatarı yola düşdü. Biri bu tərəfə, biri də bu tərəfə. A qatarı B-dən 2 saat əvvəl yola çıxıb. 2 saat əvvəl yola çıxmaq o deməkdir ki, B neçə saat yolda olubsa, A ondan 2 saat çox yolda olub zaman olaraq. B qatarı 3 saat yolda olub. Deməli, B qatarı 3 saat yolda olubsa, yəni bunun T-si 3-dürsə, A qatarının T-si 3 üstə gəl 2, yəni 5 saatdır. Deməli, A qatarı 5 saat yolda olub, B qatarı 3 saat yolda olub. İndi bizə deyir ki, onlar arasında məsafə, bu yol gediləndən sonra bunlar arasında məsafə 510 kilometr oldu. A qatarının sürəti 60-dır. Baxın, A qatarı 5 saat yolda olubsa və sürəti 60-dırsa, 5-i 60-a vururam. Yolun nə qədər oldu yolu? 300 kilometr olmuş oldu. 5 vur 60 bərabər 300 kilometr. 510 kilometr yolumuz var idi. Bunun üzr istəyirəm, 30 kilometri onsuz da əvvəldən gedilmişdi. Yəni 510-un 30-u əvvəldən var idi onsuz da. 480 kilometr qalır. Bu 480-də 300-ünü A gedib. 480-dən də 300-ü çıxıram. A gedibsə yerdə B-nin getməyinə nə qədər yol qalıb? 180 kilometr. Bəs B bu 180 kilometr neçə saata gedib? 3 saata gedib. 180-i 3-ə bölürəm. Elədi 60 kilometr böl saat. D variantı bizim doğru cavabımızdır. 38. Aralarındakı məsafə 50 km olan iki məntəqədən eyni zamanda əks istiqamətdə iki maşın yola düşdü. Aha, əvvəldən aralarında nə qədər məsafə var? 50 km məsafə var. Əla. Maşınlardan biri 20 dəqiqəyə 40 km, digəri 30 dəqiqəyə 60 km gedir. 3 saat sonra aralarındakı məsafəni tap. Birinci maşın 20 dəqiqəyə əgər 40 km gedirsə, bəs 3 saata nə qədər gedər? Bunu araşdıracağım. 20 dəqiqə 40-dırsa, 3 saatımız da 180 dəqiqədir. 1 saat 60-dırsa, 3 saatda 180-dir. 63-ə vurdum. Çarpaz vururam. 20 vur x bərabərdir 180 vur 40. X də bərabərdir 180-i 40-a vurub 20-yə böləcəm. 180 vurulsun 40. Alınan cavab böldüm 20-yə. Neçə elədi? 360 elədi. Yazdım bura 360. Deməli, maşınlardan biri 360 kilometr gedib, əla. Digər maşın isə 30 dəqiqəyə 60 gedir. 30 dəqiqəyə 60 gedirsə 3 saata nə qədər gedər? X. 1 saatımız 60 dəqiqə, 3 saatımız da 180 dəqiqə. 30 dəqiqəyə 60-dırsa 180 dəqiqəyə X-dir. Çarpaz vurdum. 30 vur x bərabərdir 60 vurulsun 180. X də bərabərdir 60-ı 180-ə vurub alınan cavab böləcəm 30-a. Neçəyədir? 360 eləmiş oldu. Yazdım bura 360. 3 saat sonra maşınlar arasında məsafə nə qədərdir?
360 bu gedib. 360 digəri gedib. 50 də əvvəldən arada var idi. 720 bu da 50. Nə qədər edir? 770 kilometr bizim cavabımızdır. E variantı doğru cavabdır. 39. Eyni anda və eyni istiqamətdə P məntəqəsindən yola düşən iki avtomobil arasında məsafə 5 saata 125 oldu. Baxın, eyni istiqamətli hərəkət olanda sürətləri bir-birindən çıxırıq. Bu imtahan suallarından olub, həm də model sualdır. V1 çıx V2 vurulsun 5, yəni T'miz 5'dir, bərabərdir S, yəni 125. Sonra həmin maşınlar əks istiqamətə gediblər. Əks istiqamət olanda da bilirsiniz ki, sürətlər toplanılır. V1 üstəgəl V2 vur T, T'miz 3 saatdır, bərabərdir S. S'imiz də 255'dir. İndi bu suallardan, yəni bu sualı həll etmək üçün biz tənliyi yadımıza salacağıq. Nəyi 5'ə vursa 125 eləyər? 125'i 5'ə böləcəm. Bilirsiniz ki, 125'i 5'ə böləndə 25 eləyir. Yəni V1 çıx V2 bərabərdir 25'ə. Nəyi 3'ə vursam 255 eləyər? 255'i 3'ə bölürəm. V1 üstəgəl V2 bərabərdir 85 ədəd. Əla. 2 ədədin cəmi və 2 ədədin fərqi verilibsə, biz böyük olan ədədi axtaranda verilən ədədləri toplayıb 2'yə bölürük. Kiçik olanı axtaranda çıxıb 2'yə bölürük. Bunu qayda kimi yazın. Yəni bizdən V1'i soruşursa, böyüyü soruşursa, qabaqda olan hər zaman böyükdür. Verilən cavabları toplayıb 2'yə böləcəm. Bu hazır qaydadır. Bunu dərs izahında biz təməl qayda kimi keçmişik. Açıb canlı dərsə bir daha baxa bilərsiniz. 55 bizim doğru cavabımızdır. V2'ni soruşsaydı 85'dən 25'i çıxıb 2'yə bölərdik. 40-cı sual. Şəhərdən kəndə 8 km sürətlə piyada 3 saatdan sonra isə onun ardınca, deməli birinci piyada yola çıxır. Bax, bu sənsən piyada. Çıxdın yola, 8 sürətlə 3 saat yol getdin. Nə qədər uzaqlaşdın? 24 kilometr uzaqlaşdın və buradasan. Sürətində 8'dir. Bunun ardınca 3 saatdan sonra sürəti 14 olan digər bir velosipedçi yola çıxdı. Sən bunu görən kimi, əgər dərs oxumusansa, vaxtında dərslərə baxmısansa, sxem 1'i başa düşüb yadva salmalısan. Sxem 1. Təbii ki, dərs qruplarımızda olan müdavimlər artıq bilir söhbət nədən gedir. Bilməyənlər üçün bir daha xatırladıram. Həm bizim dərs qruplarımıza qoşula bilərsiniz bu nömrə vasitəsilə, həm də bu qaydanı da burada öyrənin. Baxın, arxadakının öndəkinə çatma müddətini tapmaq istəyirsənsə, yəni bu buna neçə saata çatar? Ya bunu düsturdan tapmalısan. V1 çıx V2 vur T bərabərdir. Ya da sürətləri bir-birindən çıx, 14 çıx 8, 6 və aradakı yolu 24'ü həmin 6'ya böl. Qutardı 4 saat. Mən başa düşdüm ki, arxadakı velosipedçi öndəki piyadaya 4 saata çatar. Səndən də saatı soruşmur, yolu soruşur, məsafəni soruşur. İndi de görüm 14 sürəti ilə 4 saata nə qədər yol gedib çatar? Yəni şəhərdən nə qədər məsafədə gedib ona çatar? 14'ü 4'ə vuram, 56. Bəli, aldığımız zamanı hər zaman arxadakının sürətinə vururuq ki, nə qədər vaxta çatdığını, neçə kilometr çatdığını tapaq. A variantı bizim doğru cavabımızdır. Bir daha deyirəm əziz müdavimlərimiz, əziz izləyicilərimiz. Bax, burada işlətdiyimiz bütün suallar əvvəlki ilin imtahanlarında olmuş nümunə sual tiplərindəndir. Təbii ki, sınaqlarımızda hər zaman köhnə ilin qəbul suallarından və yeni qarşımıza çıxması ehtimal olunan suallardan istifadə edirik. Bu sualları işləmək üçün FES-in riyaziyyat kitabını əldə edə bilərsiniz. Bütün çərçivə sənədinə uyğun olaraq, bütün mövzulara uyğun olaraq test tapşırıqları orada sizlər üçün var. Kitabla bağlı suallarınızı da bu nömrəyə yazaraq problemlərinizi aradan qaldıra bilərsiniz. Videonun rəy bölməsinə neçə suala doğru cavab yazdığınızı şərhlərdən mütləq qeyd edin. Sağ olun, növbəti video dərsdə görüşərik. Hələlik.